barış səsi. Bugün Fərvərdin ayının 3-də Qacar hökumətinin qurucusu Ağa Məhəmməd xanın tac qoyma mərasimi keçirilmişdir. Ağa Məhəmməd xan Qacar 1121-də Astarabadda, indiki Qorqanda böyük türk tayfalarından olan Qacarda anadan olmuş. Hələ çox gənc çağlarında Kərimxan Zənd tərəfindən əsir götürülür. İllər əsir qalan Ağa Məhəmməd xan Kərimxan Zəndin ölüm xəbərini eşidəndən sonra Şirazdan qaçıb 5 gecə gündüz dayanmadan yol gedərək doğma yurdu Astarabada varıb və ilk dəfə özünü şah elan edir. Beləliklə Zəndiyyə hökuməti düşür və İranın hakimiyyəti yenə türklərin əlinə keçir. Ağa Məhəmməd xan Zəndiyyə hökumətini taxtdan salandan sonra türk ellərinin yurdu Tehranı özünə başkənd seçmiş və 1175-ci ilinin Fərvərdin ayının 3-də rəsmi olaraq tac qoyma mərasimini keçirmişdi. O hökumətini irəli aparmaq üçün Xurasan və Qafqaz kimi bölgələrə ordu çəkib və onları özünə tabe edir. Ağa Məhəmməd xan 1176-cı Günəş ilinin Ordibeheşt ayının 27-sində Qafqaza qoşun çəkəndə Azərbaycanın Şoşa şəhrində xidmətkarlarının əli ilə öldürülür. Ağa Məhəmməd xan ox atmaq, at çapdırmaq, yazıb oxumaq və Qur'anı əzbərləməyi anası Ceyran xatından öyrənmişdi. Ağa Məhəmməd xan kitab oxuyan idi və savaşlarda özü ilə özəl kitabxanasını daşıyardı. O illər boyu Şeyx Əli Təcrişidən fəlsəfə öyrənmişdi. Qacar silsiləsinin qurucusu Ağa Məhəmməd xan türkcə, farsca, ərəbcə və ruscayı başarır və Fransa dili ilə tanış idi. Ağa Məhəmməd xanın qurduğu Qacar hökuməti ilə modernitə İrana gəlmiş və məşrutiyyət fərmanı ilk olaraq Qacar dönəmində anlatılıb imzalanmışdı. Qacar şahlarının qərb dünyasının islahatına maraqlandıqlarına görə Avropanın texnoloji və qazancları İrana yol tapmışdır. Nasirəddin Şah dönəmində ilk dəfə olaraq əqqaslıq, şəkil çəkmə İrana gəlmişdi. İranın Vəqaye İttifaqiyyə adlı birinci qəzetəsi türk Qacar şahlarının dönəmində yayımlanmışdır. Yeni bilimin təməl daşı Darülfünunda Nasirəddin Şahın əli ilə qoyulmuşdu. Sikkə basma karxanası Tehranda və Təbrizdə Qacarların dövründə qurulmuşdu. Ha belə Müzəffərəddin Şah sinemanı İrana gətirmiş və 1262-də ilk dəmir yolu Tehrandan Əbdüləzimin hərəminə çəkilmiş. İlk olaraq İrana aid bir təmr çap olmuş və 15 il sonra İran Uluslararası Post İttihadiyyəsində üzv olmuşdur. Qacar hökumətində yeni səpkdə mədrəsələr Mirzə Həsən Rüşdiyyənin yönətimi ilə türk dilində Təbrizdə işə başlamışdı. Qacar dönəmində Gülüstan sarayı ilə Laləzar bağının arasında teleqraf xətti çəkilmiş və 2 il sonra paytaxt Tehran teleqraf ilə Təbrizə, İsfahana, Həmədana, Şiraza və Məşədə bağlanmışdı.